New Yorkdayıq. Belə ki, artıq 25 ildir ki, Amerika Birləşmiş Ştatlarının New York şəhərində yaşayan, yaradan və ölkəmizi burada təmsil edən Əvəz Əliyev qonağımızdır. Həm yerlimiz Azərbaycanın tarixindən, keçmişindən, neft ehtiyatlarından, Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən 5 kitabın müəllifidir və bu ölkədə ölkəmizin təbliği ilə məşğuldur. Gəlin onu bərabər tanıyaq. Mənim adım Əvəz Əliyevdir. Mən Bakıda anadan olmuşam 1955-ci ildə. İki məktəbdə bir zaman oxumuşam. Bir orta 10 illik məktəbdə, bir də musiqi məktəbində, 10 illik musiqi məktəbində piano klassında oxumuşam. O zaman bütün musiqi məktəblər 7 illik idilər. Çünki ondan sonra Bülbül uçilişəsinə daxil olurdular, ondan sonra konservatoriyaya. Ancaq bizim valideynlər başqa cür fikirləşirdilər. Mənim atam geoloqdur, anam geoloqdur. Atam professor idi, elmlər doktoru idi. Anam da elmlər namizədi idi. Onlar dedilər ki, sən də olmalısan geoloq. Beləliklə mən düşdüm Dövlət Universitetinə, Geologiya, Coğrafiya fakültəsinə. İndi orada belə elm var, geomorfologiya. O deməli yer səthini öyrənir, elm öyrənir yer səthini. Yəni mən elə student vaxtından başladım bu elmlə məşğul olmaq. 5-ci kursda mənim diplom işimi məqalə şəklində çap olundu Elmlər Akademiyasının xəbərlər jurnalında. Özü bilirsiniz ki, institut qutaranlar hamısını göndərirlər rayonlara işləməyə. Ancaq mən elmlə məşğul olurdum, məni göndərdilər institut geoqrafiyaya. 6-7 il işlədim, elmlər namizəd dissertasiyasını müdafiə elədim. Oldum ən cavan 29 yaşında elmlər namizədi. Sonra 90-cı illər gəldi. Mənim doktor dissertasiyasım hazır idi. 80-70% hazır idi. Yəni belə bir əlimə düşdüm variant ki, o Mikhail Gusman var idi. O agentство təşkil edilmişdi. Cavan alimlər üçün göndərirlər Amerikaya. Mən də istifadə edim ondan, proqramdır. 6 aylıq proqramdır. Biz orada deməli belə mən gəldim Amerika, New Yorka. Biraz da 3 ay Bostonda oldum, 3 ay New Yorkda oldum. Kitabxanalarda, konferensiyalarda iştirak edirdik, öyrənirdik, onların metodları, necə Amerika alimləri işləyir, necə biz işləyirik. Belə gedirdi iş. Sonra da 6 aydan sonra İndi qərar qəbul etmək lazım idi. Gedim, qalım, zəng vurdum, ailəmlə söhbət elədim. Onlar dedilər ki, yaxşı olardı ki, qalasan. Mən də qaldım, sonra birazdan ailəmi çağırdım. Çox çətin idi. Darıxmaq, sonra da iş tapmaq. Dil pis bilən adam yaxşı iş tapa bilməzdi. Ancaq belə qara iş. Maşın yumaqdan başlamış, restoran biznesində də çalışmışam. Belə harda deyərsən, orada çalışmışam. Axır çıxdıq vəziyyətdə. Mən deyim ki, bir 7 il deməli biz çətinlik çəkdik. 7 ildən sonra rahat oldu belə. Mənim həyat yoldaşım həkim idi Bakıda, pediatr, uşaq həkimi. Ona imkan verdim ki, o oxutsun. O oxudu yenə də və oldu yenə də həkim, indi işləyir hospitalda işləyir. Ancaq mən belə
orada burada işləyirdim. Axır mənə dedilər ki, sənə stabil iş lazımdır. Mən getdim, götürdüm o City Job Test. Onu götürdüm. Şəhər işi, necə də federal işi, state işi, bu da şəhər işi idi. New York şəhər işi. Təşkilat adlandırılır Human Resource Administration. New Yorkda 5 borough var. Rayon kimi şeydir. Hər boroughda çox bu welfare deyirlər, welfare mərkəzləri var ki, cəmaata kömək eləyir ki, kimdə ev yoxdur, kimdə yemək yoxdur, kimdən nə bilim insurans yoxdur. Onları biz kömək eləyirdik cəmaata ki, nəsə indi də işləyirəm orada. Social worker adları vəzifə. Mən supervisoram. Amma bu ildə inşallah axırıncı ilimdir, çıxıram pensiyaya. Mənim 2 övladım var, Ayla, Dilara. Ayla lawyer occupation-a gedib, Dilara gedib medical occupation gedib. Biz öyrətmişik ki, heç vaxt Azərbaycanı yaddan çıxmasın. Neçə dəfə də çox, 10 dəfə, 15 dəfə Azərbaycanda olublar qızlarım. Azərbaycan dilini bilirlər. İndi o birisi türk dilini öyrənir. Mənim qovum əqrəbəm çoxdur Bakıda. Sıx əlaqələr saxlayırıq. Mən bilirəm ki, indi Azərbaycan güclü ölkə olub. Azərbaycan öz yerlərini qaytarıb. İndi Azərbaycanda, mən danışıram Amerikanlarla. Deyirlər ki, hamısı Azərbaycanla danışır. Azərbaycan gör nələrə çatıb ki, hamı ona hörmət edir. Mənim hobbim oldu ki, kitab yazmaq. Başlamışdım Bakıda. Birinci kitab budur. Deməli, o adlanır Rus dilində kitab Samopoznание dilitanта. Deməli, bu çap olunub Elmlər Akademiyasının tipoqrafiyasında. Bu çıxanda mən yox idim, mən buradaydım. Heç bilmədim necə çıxdı. Ondan sonra mən başqa kitab yazdım. Rus dilində adlanır Последняя иллюзия. Последняя иллюзия. Bu Rusiyyətdə çap olunmuşdu 2014-15-ci illərdə. Bu kitab deməli Sovet dövlətinin dağılmasındandır, Qarabağ döyüşündəndir. Necə Azərbaycandan bir cavan oğlan gedib valideynlərlə Amerikaya, Amerikada iş adamı olub, uşaqlıq xatirələri bunu buraxmayıb heç zaman. Onun üçün 20 ildən sonra bu adam gedir Bakıya, çalışır dostlarını tapmaq. Sonra bu kitabı tərcümə olunub Amerikada. İspan dilində və ingilis dilində. Başqa kitab Rus dilində adlanır Черное золото Российской империи. 2 tomluq kitabdır. Axırıncı da kitab bu adlanır Born a Muslim. Məqsəd odur ki, Amerikan oxucuları Azərbaycandan çox bilsin. New Yorkda Azərbaycan cəmiyyəti var. İndi mənim iştirakım Azərbaycan cəmiyyətində necə olub? Azərbaycan cəmiyyətinin qabaqları qəzeti var idi, Azərbaycan Review. Mən də məqalə yazırdım o qəzetə. O zaman da əsas mövzu Qarabağ idi, Dağlıq Qarabağ. Mən yazırdım, istəyirdim çatdırım Amerikanlara doğru informasiya, Azərbaycan informasiyasını Qarabağdan. O mənim statiyalarım hamısı o qəzetdə çap olunub. Və belə mənim işim Azərbaycan cəmiyyətdə. Azərbaycan cəmiyyəti hər il yığışırlar. Azərbaycanın mühüm günlərini qeyd edirlər. Dostlarım hamısı Azərbaycanlıdır burada. Özdə biz necə ki Azərbaycanda ədət, ənənə var, hamısı burada eləyirik. Novruzdan başlanmış hər şey elə. Vətən mənim, o həmişə qalacaq mənim vətən. Mən orada anadan olmuşam, o mənim vətənimdir. O həmişə olacaq birinci. Amerika həmişə olacaq ikinci. Mənim üçün belədir. Düzdür, gələ bilərsiniz bura, öyrənə bilərsiniz, qayıdınız. Azərbaycana verirsiniz, nə
öz bildiyimizi burada qavruyuz, gedirik orada Azərbaycana veririk. Hər insanın məqsədi olmalıdır. İstəyirəm ki, o insanlar, Azərbaycanlılar öz məqsədinə çatsınlar. Əsas onlardır. O da can sağlığı, həm də belə uzun ömür. Bu immiqrasiya elə belə şey deyil, bir ikinci həyatdır. Onun üçün güclü adam olmalıdır. Sən bura gəlmək istəyirsən, sən güclü olmalısan, sən sınmamalısan. Güclü deyirsən, onu eləmə, mən orada doktor, nauka idim, mən orada direktor idim, mən orada belə idim, o belə işləmir. Sən o yadından çıxarmalısan, kim idin orada. Çünki burada sən sıfırdan başlayırsan.